Vaginizm kişinin özünə etibarını da zədələyir. Vaginizm qadın xəstəliyi olsa da, kişilərin özünə güvənini də zədələyir. Çünki ailə daxilində münasibətlər alınmadıqda, qadınlar bundan nə qədər mənəvi əzab çəksələr də, kişilər də səbəbkarı, günahkarı çox zaman özündə bilir. Və bu onların öz güvəninin zədələnməsinə, özünə etibarının itməsinə və get-gedə ailə daxili münasibətlərinin soyumasına və kənarda başqaları ilə özünə güvən axtarmasına, yəni xəyanətə səbəb olur. Vaginizm həll olunması mümkün olan psixoloji bir prosesdir və cəmi 3-5 psixoterapiya ilə tamamilə aradan qaldırılması mümkün olan vəziyyətdir. Və buna görə də əziz ailələr, xüsusən də gənc ailələr, əgər münasibətlərinizdə yolunda getməyən bir vəziyyət varsa və bunun izahını verə bilməyib başa düşmürsünüzsə, demək ki, bu vəziyyətin həlli yolu tibbdə yox, məhz psixoloji terapiyalardadır. Ona görə də psixoterapiyaya yazılaraq bir neçə seansdan sonra münasibətlərinizi daha yaxşı düzəldib ailənizi xilas edə bilərsiniz.